Nəzərinizə çatdırım, studiyamızın həkim qonağı neyrocərrah Əli Osman Qədimbəyllidir. Neyrocərrah professor Əli Osman Qədimbəyli ilə görüşmək istəyənlər varsa Medera Hospitala müraciət edə bilərsiniz. Onurğa Cərrahiyyə Mərkəzində fəaliyyətini davam etdirir. Xoş gördük, doktor, necəsiz? Çox sağ olun, siz necəsiz? Təşəkkür ederim, minnətdarım. Mən təşəkkür edirəm. Boyun yırtığı MRT-də görünürsə, mütləq əməliyyat olunmalıdırmı? Və hansı hallarda əməliyyatı göstəriş var? Birinci növbədən təbii ki, boyun yırtıqlarına da toxunacağıq. Biz hər zaman xəstəyə qeyd edirik ki, biz sənin MRT-ni əməliyyat etmirik. Biz sənin özünü əməliyyat edirik. Bu çox önəmli bir cümlədir. Yəni, %70%, bəzən 60% qrıjalar var ki, bunlar lal olurlar, simptomları uyğun olmursa, bunlar müalicə protokolu seçilir. Amma bir xəstədə boyun qrıjası varsa, dermatoma uyğundursa, pariz varsa, hipoesteziya varsa, yeriş-yürüyüş problemi varsa, kliniki uyğundursa, bu xəstəni əməliyyat edərsənsə, bu xəstə sənə sağ ol deyər, çıxar gedər. Amma kliniki uyğun olmayan bir xəstənin ağrısı varsa, qrıja su ağrısını törətmirsə, o xəstəni əməliyyat edərsənsə, ömrü boyu sənin dostun, qohum qardaşın olacaq. Gəlib gedəcək ki, ağrım azalmır, ağrım azalmır. Ona görə də hər zaman biz xəstələri dəqiq bir şəkildə müayinə edirik. MRT müayinəsi bir yol göstəricimizdir, amma bizim əsas qərar verən qanunumuz deyil. Bizim əsas qərar verən qanunumuz nədir? Tibbi çəkicimizdir, nevroloji çəkicimizdir. İndi biz onlara aid biraz sonra toxunacaq ki, yəni hansı qrıjalar əməliyyat olunur. Birincisi, başlayaq, boyun qrıjası nə deməkdir? Şəkilə baxaq və şəklin üzərini izah eləməyə çalışacağım mən. Bizim boynumuzda 7 ədəd fəqərə vardır. Boyun çox önəmli və hərəkətli bölgədir. Bizim boynumuzdakı sinirlər, baş beyində əmələ gələn elektrik enerjisi boyun vasitəsilə qollarımıza doğru ötürülür. Yəni, biz burada ola bilən bir sinirin ağrısının gedişat yolunu izah eləməyə çalışırıq ki, boyun qrıjası necə olur, yırtıq yaranır, ağrı başlayır qola doğru və hansı sinir sıxılırsa ona uyğun həmən barmaqlarda uyuşma və keyləşmələr olur. Gördüyümüz kimi boynumuzda fəqərə var və diskimiz var. Yırtıq adından göründüyü kimi yırtılma deməkdir, qopma deməkdir. Və burada gördüyümüz fibroz əlqənin qopması nəticəsində xəstənin qoluna gedən sinir sıxılır. Və artıq sinir sıxıldıqdan sonra buna uyğun simptomatikalar başlayır. Olmaya da bilər. Bəli, ona toxunacaq. Burada birinci növbədə heç bir zaman yırtıq bir gündə yaranmır. Bəzən xəstə gəldi ki, ay doktor, axşam yatdım, askırdım, öskürdüm, ağrış gördüm. Niyə məndə qrıja yarandı? Və bir günə yırtıq yaranmaz. Yırtıq təbii ki, aylarla, illərlə, tədricən müəyyən mərhələlərini keçir və ən son mərhələdə partladıqdan sonra xəstə deyir ki, məndə niyə yarandı? Birinci növbədə nə baş verir? Bu sağlam diskdir. İkinci mərhələdə el arasında osteoxondroz deyirlər. Biz buna nə deyirik? Degenerativ disk deyirik. Yəni, yırtılan, qocalan bir qığırdaq deyirik. Buradakı sağlam qığırdaq artıq burada yırtılmağa başlayır, yıpranmağa başlayır. Bundan sonraki mərhələdə bu ikisinin arasında qabarma mərhələsidir. Üçüncü mərhələ protruziyadır. Protruziya nə deməkdir? Artıq nüvə şişməyə başlayır, amma hələ qopmayıb. Dördüncü mərhələ artıq yırtıq mərhələsidir, yırtılma mərhələsidir. Yəni, qoparaqdan sinir dəliyi tamamilə tutulur. Və bundan sonra hansı sinirə toxunursa ona uyğun simptomlar başlayır. Məsələn, bu şəklin üzərində diqqət eləsək, tutalım ki, boyundakı xəstənin qrıjası əgər yırtılaraqdan sinirin üzərinə düşürsə, bu qol ağrısı verəcəkdir. Əgər yox, bu gördüyümüz yırtıq tam yan şəklədir və yaxud da ön səthdədirsə, buradan bir sinir keçmirsə, bu yırtıq 10 da olsa, 15 da olsa ağrı verməz və yaxud da xəstənin ağrısı varsa, amma bu qrıja sinirin üzərində deyilsə, artıq əlavə araşdırmalar gedir ki, bunun altda yatan səbəbi nədir? Əzələ ağrısıdır, facial ağrılardırmı, yoxsa ümumi başqa bir ağrılardırmı araşdırırıq. Yırtıq varsa mütləq ağrı olacaq deyə bir... Ağrı olası deyə bir şey yoxdur. Məsələn, Amerikada maraqlı bir araşdırma aparırlar ki, yoldan sağlam keçən 10 adamdan birini MRT eləyirlər, protruziya və yırtıq çıxır. Bu onunla demək deyil ki, biz onu mütləq əməliyyat edəcəyik və yaxud da ki, mütləq ona müalicə eləyəcəyik. Yəni, onların doğru bir şəkildə həyat şəraiti olarsa, bu yırtıqlar büzüşə də bilir, yığışa da bilir. Amma təbii ki, doğru baxmazlarsa, bunlar zamanla böyüyərsə, sinirə ciddi şəkildə sıxarsa, artıq ağrı verəcəkdir. Bir sual vermək istəyirəm. Radioloji nəticələrə baxırıq, həqiqətən də gözümüzdə sinir sıxışmasını görürük. Amma ağrı yoxdur. Ola bilərmi belə bir hal? Çox. Bu sinirin ölməsidir, yoxsa... Yox, indi burada dominant sinirlər var. Bu bir də sinirin hansı cəbhəsini sıxılır. Dominant sinir nə deməkdir? Məsələn, insanın boynundakı 7 fəqərədən 7 cüz sağdan, 7 cüz soldan sinir çıxır. Elə sinirlər var ki, bunlar dominant sinirlərdir, aktiv sinirlərdir. Hərəkəti və ağrı sinir lifləri çox keçir burada. O sinirə toxunursa ağrı verəcək. Məsələn, elə sinir var ki, hissiyatı daşıyan sinirdir. Əgər o sinirə toxunursa, orada neyəcək? Müəyyən bir uyuşma, keyləşmə olacaq. Ağrı olmayacaq, heç bizim qapımızı döyməyəcək də bu xəstə. Burada artıq yırtığın yenə gözəl şəkildə yağlanma mərhələsini izah edirik. İki fəqərənin arasındakı bu yırtıq əgər sinirə toxunursa,
artıq ağrı verirsə, xəstə nə başlayır? Boynundan olmasa belə çiynindən, qolundan başlayaraqdan gedən ağrıdan şikayət edir. Xəstə sanki siniri özü düzəltmişmi kimi gözəl bir şəkildə ağrını izah edir. Bəzən ağrı boyunda olmaya bilər, yalnız çiynimizdə ola bilər və yaxud da çiyində olmaya bilmər, yalnız bazımızda ola bilər və yaxud da sahitdə ola bilər. Bu nədən asılıdır? Hansı sinirin sıxılmasından asılıdır. Məsələn, bir xəstədə G3, G4 sinirində qrıja varsa, bu xəstə çiyin ağrılarına gəlir. Bəzən gedir çiynini renginlətdirir, bir şey tapır və sonunda bəzən travmatoloq göndərir ki, çiynində bir şey yetir, get boynunu yoxlatır. Görür ki, xəstənin çiyində problemi vardır. Və burada artıq boyun qrıjasının özə məxsus qol ağrısından başqa müəyyən simptomları da vardır ki, bu simptomlardan biri nədən ibarətdir? Baş ağrılarıdır. Buradakı baş ağrının səbəbi nədən ibarətdir? Boynumuzun arxasından başa doğru gedən, hissiyatı təmin edən sinirlər vardır ki, bu xəstələr nə ilə gəlir? Bir tərəflə başım ağrıyır, başım sıxılır, başımın ortasında sanki keylik var, uyuşma var, duymuram, hiss etmirəm kimi bir hissiyatlarla gələ bilir. Bu nəyin göstəricisi ola bilər? Boynumuzdan başımıza gedən sinir və eyni zamanda fəqərə arteriyası, arteri vertebralis deyirik ki, beyinə gedən qanın 25%-ni o damar aparır. Həmən damarın sıxılması nəticəsində xəstədə bu simptomlar ola bilər. Buna aid bir videomuz var. Mümkün olsa videomuza da baxaq. Ondan sonra davam edək biz mövzumuzu. Əhmədov Sərdava Firdun oğlum. Bir tərəfim işləmir. Qrıja var boynumda. Boynum dönmür. Əllərim tutulub hamısı. Barmaqlarım heç bir işləmir. 10 gündür əziyyət çəkirəm. Xəstəmizin boynunda 5-ci, 6-cı fəqərədə qrıja vardır və qoluna gedən sinirləri sıxırdı. MRT-də görürük ki, onurğa yuxarı aşağı doğru gəlir, iki fəqər arasında qrıja çıxaraqla kanalı daraldır. Və xəstəmizin boynuna təzə yeni disk qoyduq və əməliyyatdan sonra MRT-də onurğa kanalı genişlənmişdir. 15 gün idi ağrı ilə yata bilmirdim. Səhərə qədər. Bir üstüm qurumuşdu. Əllərim keymişdi. Tərpənə bilmirdim. Ağrı kəsici ilə qalırdım. Ağrı kəsici də o təsir eləmirdi. Doktorun qəbuluna gəldim. Məni çox yaxşı qarşıladı. Əməliyyat elədi. İndi hal-hazırda yaxşıyam. Ağrılarım gedib. Çox yaxşıyam. Birbaşa səbəb olması sübut olunubmu, doktor? Nəyin? Boyun yırtığı səbəbilə baş ağrı, Baxın, hər boyun qrıjası deməli baş ağrısı vermir. Baş ağrısının səbəbləri var, miqrem ola bilər, gərilin tipli baş ağrıları ola bilər, beyində endorfinlərin azlığı və yaxud da artıqlığı ola bilər. Bunu təsdiq və ya inkar etmək üçün nə edirik? EMG edirik, bir də funksional bloklar var. Səbəblər sırasında ola bilərmi? Biz demirik birbaşa. Bəli, səbəblər sırasında boyun qrıjasının yanaşı %5%, 10% hallarda baş ağrısı ola bilir. Çünki cəmaət elə bilir ki, ancaq boyun qrıjası baş ağrı vermir. Xeyr. Hər qol ağrısı da boyun qrıjası deyil. Məsələn, çiyin ağrılarında, oynaq tutulmanda ağrıya bilər. Məsələn, Allah qorusun, ağciyərin zirvəsində şiş xəstəlikləri var ki, bunda sinir şələfi sıxıla bilər, qol ağrısı verə bilər, pankoz tövbə diabetik neuropatiyalar verə bilir və yaxud da torakal outlet sindromları verə bilir, bir çox səbəblər vardır. Və boyun qrıjaların və yaxud boyun osteoxondrozu ilə bərabər ən önəmli simptomlardan biri nədir? Yalançı ürək ağrılarıdır. Yalançı ürək ağrıları nə deməkdir? Məşhur bir alim araşdırma aparmış ki, ürək kardioloji poliklinikasına müraciət edən 100 xəstədən onun da 20-sində ürək sağlamdır, amma bunlardakı ağrının səbəbi boyun və ya da kürəkdə problemdir. Bunun əlaməti Cloward sindromudur. Nə deməkdir? Məsələn, bir xəstənin G4, G5-də yırtığı varsa, bu xəstə nə deyəcəkdir? Lapatkasının üstünü tutur ki, mənim ürəyimdə problem var. Kardioqram edir, bir şey çıxmır. Əgər G5, G6-da problem varsa, lapatkanın kürəyin ortasındadır. 6-da, 7-də problem varsa, kürəyin alt nahiyəsində tam ürəyin zirvəsinə uyğun gələn bir ağrı var. Bu xəstə neyini? Kardioqram edir, ürəkdə bir şey çıxmır, həkimi bəyənmir, gedir, exo elətdir, exoda bir şey çıxmır, yenə həkim bəyənmir. Axırda gedir, israr edir ki, mənim ürəyimə anjiyodur, məndə infarkt var, ölürəm. Həqiqətən də ağrı çox olur. Anjiyo edir, anjiyoda da bir şey tapılmır, yenə də məmnun qalmır ki, yəqin anjiyonu sərf ediblər. Amma təbii ki, hər zaman ağlımızda dursun ki, bu ağrının atlayatan səbəbi nə ola bilər? Onurğamızda, boynumuzda, kürəyimizdə olan problemlər ola bilər. Bunların da kardiyoloji diferensiyasiyası nədən ibarətdir? Ürək ağrıları daha çox yandırıcı ola bilir, göynədici ola bilir, qısa müddətli gəlib gedə bilir. Amma boyun qrıjalarında, bel qrıjalarında, kürək qrıjalarında bu daim ola bilir. Ağrını burada da izah eləməyə çalışmışıq. Hara vurur, çiyninə vurur, bəzən qola gedə bilir,
bəzən getmir. Bir də gördüyümüz kimi kürək, el arasında lapatka sümüyün tam arxasında ağrı olur. Burada da artıq biraz öncə sizin verdiyi suala uyğun olaraq bir şəkil çəkmişəm mən. Yəni bunu özüm yapay zeka bir şəkillə izah eləməyə çalışmışıq ki, baxın, hər qrıjanın ağrısı o biri qrıjaya oxşamır. Məsələn, bir xəstənin boynunda 5-ci, 6-cı fəqərədə ağrı varsa, bu xəstə 2 barmağını tutub gələcək ki, mənim baş barmağım və 2-ci barmağım, işarət barmağım uyuşur. Ağrı necə olacaqdır? 5-ci xəstədə sindirini sıxılırsa, ağrının öz gedişatı var. Xəstə tutur ki, məsələn, qolumun ön nahiyəsi ilə bu ağrı yaranır, yayılır. Məsələn, 6-cı, 7-ci sinirdədirsə, xəstənin orta barmağında olur bu uyuşma, keyləşmə. Yox, əgər aşağı fəqərədə C7-də, C7, TH1 səviyyəsindədirsə, bu zaman xəstə 2 çəkələ barmağını tutur, gəlir ki, çəkələ barmağım və üzük barmağımda uyuşma, keyləşmə var. MRT olmadan belə xəstəni dəqiq yoxlayaraqdan qrıjanın harda olması bilinir. Məsələn, 10 il öncə MRT olmayarkən təbii diaqnostika çətin idi, amma 90% hallarda bunun yeri və lokalizasiyası təyin olunur. Bilinirdi ki, qrıja hansı nahiyədədir və ya da protezi hansı nahiyədədir. Uyuşma dediyimiz hissiyatın az olması. Hissiyatın aylaşması, azalması, keyləşməsi, sızıldama, yanma. Eləyir sizdə, EMG eləyir. İndi bunları biz bəzən niyə eləyirik? Məsələn, keçən verilişdə də izah eləmişdik. 4-cü, 5-ci barmaqdakı uyuşma hansı halda ola bilər? Dirsək sinir sıxışmasında da ola bilər. Bunları diferensiyasiya eləmək üçün EMG, amma təbii ki, dəqiq bir mütəxəssis eləməlidir. Və burada da artıq müalicə metodlarını keçirir. Təbii ki, boyun qrıjaları belə nisbətən %80-90% hallarda konservativ müalicələr, fizioterapiyalar, lazer terapiyalar vasitəsilə sağala bilir. Amma hansı hallarda kəskin pirüstüb yoxdursa, qolumuzda zəifləmə, uyuşma, parez yoxdursa, miyelopatiya yoxdursa, yəni artıq yerişimizdə, yürüyüşümüzdə bir problem yoxdursa, boyun qrıjaları müalicə sağala bilir, boynun işi biraz yüngüldür, başı daşıyır. Amma boyun bir o qədər də təhlükəli bölgədir. Bizim xalq arasında gözəl bir olmayan bir söz var. Bəzən deyirlər ki, Allah qorusun, bir qarğışımız var ki, boynun qırılsın. O qədər təhlükəli bir cümlədir ki, yəni boyun o qədər təhlükəli bir nahiyədisidir ki, bəzən biz xəstə izah edirik ki, boynu ciddiyə alın. Bəzən xəstə gedir, boynunu sındırtdırır, boynunu qırdırtdırır. Yəni deyirik ki, bu çox təhlükəlidir. Düşünün, xəstənin boynunda qrıja var, xəstə gedir, boynunu ara kimlə qırdırtdırır, sındırtdırır, dartdırtdırır və sonra əlil arabasına oturub gətirirlər ki, xəstə iflic oldu. Niyə? Çünki bəzi proseslər var ki, təhlükəli və əks göstərişdir. Damar zəifliyi, damar problemi. Onurğa beyni. Düşün, haram edib birbaşa zədələnir. Boyun disk yırtığı olanlarda insult olma riskləri varmı? Görülübmü praktikada? Çox az hallarda olur. O da hansı hallarda vertebral arteriya sıxılırsa. Amma ən çox boyun qrıjasında miyelopatiya var. İndi burada hər kəsin qorxduğu bir metod var ki, mən əməliyyatdan qaçım, qorxulu bölgədir. %30% hallarda yumuşaq və yeni yaran qrıjalar. Vaxtında gələn xəstələr diskogel metodu var. İllərdir, 10 ilə yaxında biz bunu tətbiq edirik. Diskogel nədir? Əməliyyatsız bir metoddur. Bu şəklə fikir veririk. İğni ilə daxil oluruq. Təbii ki, əməliyyatxana şəraitində olunur. Skapiya cihazı nəzarət altında olunur ki, sinirə toxunulmasın. Daxil oluruq, həmən nahiyə xüsusi geli vururuq və bunun nəticəsində yırtıq büzüşür, sovrulur. Necə qarın üstlərinə duz tökərsən, duz buzu əridərsə, o şəkildə büzüşmüş olur. Dayının şikayəti bura gələndə ölüb gəlmişdi. Bura gələ bilmir, gəzə bilməyə güclə gətiriblər bura. Ayağım işləmirdi, ağrıdan sürünmüşəm. Gözümdən yaş gəlirdi, ağlayırdım, ağlayırdım. Neçə gün idi ağrıyırdınız gələndə əməliyyata? Gələndə biraz gecikdirdim özüm. Niyə? Qorxurdunuz əməliyyatdan? Qorxurdum əməliyyatlardım. Yaşlı adamam, çıxmaram əməliyyatdan, ölüb eləyərəm. Ona görə də qorxurdum. Əməliyyatın nətər oldu? Əməliyyatda ağrın acın oldu mu? Heç bir, əməliyyat maşallah heç hiss eləmədim. Heç 20 dəqiqəyə belə eləyib, əməliyyat eləyibdilər ki, git. İndi əməliyyatı üstə bir ay keçib, bu bir ayda nələr dəyişib? Daim necə gəzir, necə yatır, necə durur? Maşallah, maşallah. Sizin sayəvizdə belə əcdaha kimi gəzirəm, ağrım yox, bir şey yox. Əməliyyatdan əvvəl belə gəzə bilirdin, yoxsa? Gəzmək nə deyə, belə olub əyilib qalmışdım. Əyilib qalmışdı. Bir tərəfə, bu küşüm işləmirdi, bütöv tutulmuşdu bu küşüm. Bir ay zulum çəkdim, ağrı, axırı gəldim, sağdır. Allah şəfa versin, sağ keçmiş ol, olsun. sağ ol. Deməli, əgər bir xəstədə gecikdirmişdirsə, disk yırtığı kəskinləşibsə, sərtləşibsə, bu xəstələrdə əməliyyat qaçınılmazdır, amma açıq əməliyyatlar olmaz, mikroskopik əməliyyatlar olunur. Son 3 il ərzində yeni tətbiq etdiyimiz bir metod var. Bu gördüyümüz yeni hərəkətli disk implantdır. Öncəki qoyulan implantlar bir qədər hərəkəti məhdudlaşdırırdısa, son zamanlar qoyulduğu əməliyyat zamanı qoyulan disklər
hərəkətli disklərdir. Nə edirik? Məsələn, bu xəstəmizin boynunda baxın, iki fəqəranın arasında yaxından göstərək qrıja partlayaraq da onurğa kanalını sıxır. Baxın, beyindən gələn damar və sinir geniş olmalıdır. Gəlir, burada yol tamamilə bloklanır. Baxın, bu yırtığa nə qədər müalicə etsək də, iğnə vursaq da, fizioterapiya etsək də, bu yırtığın ərimə şansı yoxdur, daşlaşmışdır, sərtləşmişdir. Bunun yalnız yolu mikroskopikdir. Biz xüsusi Almaniyadan gətirmiş mikroskop vasitəsilə nə edirik? Həmən yırtığı ön nahiyədən, daxil olaraqdan 45 dəqiqə ərzində götürürük və bura nə qoyuruq? Yeni, hərəkətli bir disk qoyuruq. Həmən diski biz burada animasiya olaraq göstərmişik ki, artıq bu əməliyyatdan sonra xəstə başını önə əyir, qaldırır, sağa sola döndərir və bu xəstəyə deməsə ki, mən əməliyyat olunmuşam, heç kimsə inanmır. Yəni, bu qədər təhlükəsiz və müasir bir metoddur. Deməli, bizim xəstənin boynunda böyük bir disk yırtığı var. Biz hal-hazırda bu əməliyyatımızı mikroskopa nəzarət altında icra edirik. Mikroskopun üstünlüyü ondan ibarətdir ki, onurğa beyninə və sinirlərə hər hansı bir zədə və xəsarət olmadan bu əməliyyat icra olunur. Və bir də arxada gördüyümüz skopiya cihazında, burada gördüyümüz hissədə implantı qoymuşuq və bundan sonra xəstədə hər hansı bir ağrı olmayacaqdır. İmplantların da seçimləri buradadır. Bunu da istəsəz yaxından göstərərsiniz. Xəstənin boynuna qoyulan implantlar buradan seçilir. Hər bir xəstənin öz ölçüsünə uyğun olaraq implantlar təyin olunur. Bir də boyunda ən böyük problemlərdən biri nədir? Boyun yırtığı olmasa da boynumuzda olan əyriliklərdir. Bunlardan biri nədir? Boyunda lordoz düzləşməsidir. Yəni, bizim boynumuza düzgün istifadə etməriksə, daima önə əyilib kompüter arxasında işləyirsə, telefondan istifadə edirsə, boyun lordozumuz, məsələn, kənardan baxanda əyri olmalıdırsa, boynumuz neyinir? Düppədüz düzləşir. Düzləşən boyunda da beyinə gedən damarlar və əzələlər daimi rigid gərgin olduğuna görə bu xəstələrdə beyin qan dövranı pozulma, yaddaşsızlıq, diqqətsizlik, baş dönmə, qulaqda səs, küy, görmə problemləri ola bilir. Amma bu anlama gəlmir ki, bütün baş dönmələrin səbəbi boyundur. Yəni, əksər hallarda səbəb bu ola bilir. Burada da artıq rentgen vasitəsilə göstərilir ki, baxın, normalda boynumuzda önə doğru bir qövs var. Biz buna lordoz deyirik. Düzləşmiş boyunda nə baş verir? Boyun düppədüz olur və zamanında fikir verməyəsə nə baş verir? Artıq boyun önə doğru əyilmiş olur. Artıq bu bir patologiyadır, bir xəstəlikdir. Və burada da boyundan başa gedən ağrıların ən böyük səbəblərindən biri nədir? Boyundakı, baxın, əzəlləri Allah Taala xüsusi bir rejimlə gedişat boyunca yaratmışdır. Boyunda əyilmə nəticəsində nə baş verir? Bu əzələ daimi gərgin olur. Ona görə bu xəstələrin ağrılarının tipik yeri var. Xəstə qapıdan girəndə MRT bir müayinə etmədən deyirsən, əlinlə ağrını göstər. Xəstə nə göstərir? Gicgah nahiyəsində olan ağrı 1, ənsənin aşağı nahiyəsində olan ağrı 2, boynun bir tərəfində olan ağrı 3, bir də kürək və çiyin nahiyəsini yağlayan ağrıların əksər hissəsinin altda yatan səbəbi nədir? Boynumuzda olan lordoz düzləşməsi, osteoxondroz bunun ən böyük fəsadıdır. Doktor, bu lordoz özü də boyun yırtığı kimi yarınmasını tetikləyir. Yəni, düşünün, boynumuza Allah Teala kənardan baxanda belə bir əyrilik verir, qövs verib. Sən daima bunu gərgi saxlayırsansa, nə eləyir? O qığırdaq daimi yük altındadır və partlamasına səbəb olur. O da güc itkisi və s. verə bilirmi? Zamanla tədricən verir bunlar. Birdən-birə verməz. Zamanla verir. Yəni, biz ətraflarda güc itkisi, zəiflik gözləməməliyik. Bəli. Zamanında ağrı varsa, uyuşma varsa, bu şikayətlər varsa araşdırılmalıdır. Xüsusilə də yeni başlayıbsa, getdikcə artmağa doğru gedirsə, ciddi müayinə tələb edir. İndi boyun qırıcasının fəsadlarına toxunacaqdım, amma bu başdan deyim. Boyun qırıcasının ən böyük fəsadı nədir İlhamə xanım? Xəstənin əllərində gücsüzlük, qüvvətsizlik, tutum qabiliyyətinin itməsi. İlərləyən mərhələdə miyelopatiya varsa, haram ili kanal zədələnibsə, xəstə düymə bağlamada çətinlik çəkir və yerişi-yürüşü pozulur. Baş ağrılarından yanaşı nə olur? Baş dönmə, yaddaşsızlıq, baş fırlanma, qulaqda səs-küy kimi simptomlar olur.
Neyrocərrah professor Əli Osman Qədimbəy ilə görüşmək istəyənlər varsa Medera Hospitala müraciət edə bilərsiniz. Onurğa Cərrahiyyə Mərkəzində fəaliyyətini davam etdirir və bu arada qeyd edək doktor icazənizlə həkim səhv verilişinin adına müraciət edən hər kəsə əməliyyat, yəni onurğanın hansı hissəsində olursa olsun, neyrocərrahi müdaxilələr 30% endirimlə həyata keçəcək. Bu ayın sonunda Gəncə şəhərində qəbulu var. Amma qəbulumuz hardadır doktor? Mərkəz məlumdur mu? Gəncə şəhərlərində xəstəxana olaraq adını qeyd edəcək. Yəni öncədən zəng edib növbəyə yazılacaqlar. Biz adres olaraq qeyd edəcəyik. Amma əlaqə saxlaya bilərlər. Gəncə şəhəri və Gəncə ətrafı regionlardan elə bugündən əlaqə saxlaya bilərsiniz. Əli Osman doktor Gəncədə hansı mərkəzdə qəbul olacaq? Biz də öz növbəmizdə bunu vurğulayacaq. İstər sosial şəbəkədə, istər efir vasitəsilə. Eyni ilə də biz bir nahiyənin MRT-sini, ikinci bir nahiyənin radioloji müayinəsini ödənişsiz eləyirik. Nəyi nəzərdə tuturuq? Bunun bir açıqlamasını verək. Məsələn, bir xəstədə bel və boyun ağrısı varsa, bir nahiyə MRT olunursa, ikinci nahiyə MRT-si pulsuzdur, tam ödənişsizdir. Bu amma bu ayın sonuna qədər aksiya. Bu ayın sonuna qədər. Təbii ki, sizin efirdən qeyd etməlidirlər ki, bu efir vasitəsində biz müraciət etdik. Bir də bizdə önəmli nüanslardan biri odur ki, biz MRT-lərin tam dəqiq diaqnozun qoyulması üçün oxumaq üçün Türkiyəyə göndəririk, İstanbula göndəririk. İlkin disklə öz biz diaqnozumuzu təsdiq edirik, amma 3 gün sonra rəsmi şəkildə diaqnoz təsdiq olunarkən Türkiyədən gəlir. Amma sırf radioloji nəticələrə görə diaqnoz qoymuruq. Orada müəyyən incəliklər var, gözdən nəzərdən qaçmasın. Və çünki əsas vacib olan xəstəni görmək, onun klinikasını nəzərə almaq, dəyərləndirmək üçün o da Əli Osman doktorun bəzən gəlir nəyə görə? Bir də görsən yazıq xəstə 3-4 yerdə MRT olunur, hər MRT bir rəy yazır, xəstə özü də çaşqın qalır deyə. Son olaraq biz bu xəstələri ümumiyyətcə artıq son 1 il ərzində bütün rəylər Türkiyədə rəsmi şəkildə gəlir. Öncədən biz deyirik, amma sonra xəstə də təbii ki, əlindəki rəsmi rəyi gördürsün, ürəyi daha rahat olur. Bəzi əməliyyatlar açıq üsulla, bəzi üsullar qapalı üsulla, bəzi cərrahi əməliyyatlar. Açıq əməliyyatları sığortalıdırsa ödənişsiz, sığortada olmayan qapalı əməliyyatlara 30% endirim var. O da bu ay sonuna qədərdir. Bu ayın sonuna qədər, bəli. Tam icbari tibbi sığortanın əməliyyatlar, bel qırıcaları, boyun qırıcaları, karpal tünellər, onurğa şişlərinin hamısı tam ödənişsizdir. Amma qapalı endoskopik əməliyyat hansı icbari tibbi sığortada yoxdursa, 30% onlara indirim var. Doktor, disk yırtıqları yerinə qayıda bilirmi? Disk yırtıqları %5-10% hallarda qayıda bilir. Biz buna restif disk yırtıqları deyirik. Bu təbii ki, xəstənin özünün qorumamasından... Amma əvvəlki vəziyyətinə dönmür də? Yox, əvvəlki vəziyyətinə dönmür. Yəni, bu nədən asılıdır? Xəstənin özünün qorumamasından çox şey asılıdır, həyat şəraitindən asılıdır. Bir də icra olunan əməliyyatlardan da bəzən asılılıq ola bilir. Ona görə hər zaman qeyd edilir ki, çalışaq açıq əməliyyatları etməyə. Açıq əməliyyatlarda laminektomiyalar olunur, xəstənin bel sümüyü kəsib çıxarılır deyə gələcəkdə qeyri-stabillik yarana bilir. Amma endoskopik və mikroskopik əməliyyatda təkrar yaranma ehtimalı %1% hallarda da az ehtimaldır. Zədələnmə risklərinə toxunduq. Boyun çıtlatması deyək də. Bəli, onlar tövsiyə olunmur. Boyun çıtlatmasının səbəbi nədən ibarətdir? Bizim boynumuzun arxasında faset oynaqları var. İnsan əzələsi boş olduqda, faset oynaqları zəif olduqda boynu sındırmalar, çıtlatmalar nəticəsində xəstə müəyyən dövrü rahatlaya bilir. Amma gələcəkdə burada vərdiş və asıllıq yaranmış olur. Bizim ekranda bəzi görüntülərimiz var. Onlara davam edək. Davam edək, doktor. Boyun qırıcalarının yanaşı ən böyük problemlərdən biri nədir? Hər zaman vurğuluyuruq, yenə vurğulamaya davam edəcək. Karpal tünel sindromlarıdır ki, burada da xəstələrin şikayəti yuxarı aşağı boyun qırıcalarına yaxın olur. Amma bunların özünə məxsus fərqlilikləri var. Karpal tünel nədir? İzah eləməyə çalışaq. Bu bizim əlimizdir, biləyimizdə, saatımızın həlqəsinin altında bir bağ var. Bu bağı Allah Taala niyə yaradıb? Bizim biləyimiz daimi travmaya, hərəkətə məruz qaldığına görə boynumuzdan gələn sinirlər bir şaxələr verərəkdən barmaqlara gedir. Bu vətərin hədəfi nədir? Bu sinirləri və damarları travmadan qorumaqdır. Amma zamanla biz özümüzə baxmadıqda nə baş verir? Bu vətər getdikcə qalınlaşır və biraz öncə qoruduğu siniri və damarı sıxmağa başlayır. Və bunun nəticəsində tipik şikayətlər nə olur? Xəstənin əlində birinci, ikinci, üçüncü barmaq və dördüncü barmağın yarısında ağrı, uyuşma, sızıldama, yanma, qolun yuxlaması kimi şikayətlər olur. Bəzən bu ağrılar yuxarıya doğru yayıla bilir. Amma bu ağrı boyun qırıcasından fərqli olur, yuxarıdan aşağı gəlmir. Xəstə özü qeyd edir ki, buraya qədər yayılmış olur. Şəkli döndərək... Yuxarıdan aşağı, aşağıdan yuxarı o da əhəmiyyətlidir. Çox önəmlidir, əlbəttə. Bunlar nəyi göstərir? Əgər yuxarıdan başlayan ağrılar 90% hallar boyun qırıcası əlamət olur. Əgər xəstə vurğulayır ki, buradan ağrı qalxır, bura doğru. Bunlar, bəli, mənbəni göstərir. Fokuslanırıq. Bəli, karpal tünelin ən böyük fəsadlarından biri nədən ibarətdir? Baş barmağın ətrafındakı əzələdə ərimədir. Biz buna atrofiya deyirik, quruma deyirik. Bu işin çox gecikdirməsini göstərir. Çalışaq bu mərhələyə çatdırmayaq. Qidalanma pozulur? Bəli, qidalanma, innervasiya pozulur deyə əzələ atrofiyalaşır. Əzələ nə edir?
qan dövranı Əriyir, azalır, getdikcə əriyir. azalır. Bildiyin kimi pi atrofiyası əvəz olunur. İncəlir. Və burada təbii ki, başlanğıc mərhələdə, yüngül və orta mərhələdə xəstə gələrsə, elektromioqrafiya ilə diaqnoz qoyulur və elektromioqrafiyanın düzgün bir mərkəzdə qoyulması çox önəmlidir. Bəzən xəstənin əli quruyur, amma EMG normal göstərir. Bəzən əldə quruma var, karpal yazılır, amma karpal deyil. Bunun altında nə ola bilir? Yan amiotrofik skleroz, bas deyiri, ALS deyiri, çox təhlükəli xəstəlik, bu ola bilir. Dağınıq skleroz ola bilir, bəzən lazımsız, lüzumsuz xəstələr əməliyyat oluna bilirlər. Ona görə EMG vacibdir, amma tam son diaqnoz deyil, kliniki dəyərləndirmə çox önəmlidir. İndi EMG ilə təsdiqlədik ki, karpal tunel var. Karpal tunel nə baş verir? Sarı renkli gördüyümüz sinir Kliniki sıxılır. əlamətlər instrumental Bəli, bu zaman nə edirik? əvvəl ortaya çıxa bilir. Sinir yolu açılır. Öncələri nə edirdik? Kəsirdik. Kəsmə nəticəsində nə baş verirdi? Bu siniri azad edirdik ki, barmağa gedən qan dövranı yaxşı olsun. Son dövrdə artıq biz endoskopik və qapalı əməliyyatlar icra edirik. 3 cür əməliyyat var. Klassik açıq əməliyyat. Əl kəsilir, bilək kəsilir, qolumuz kəsilir. Bu əməliyyatlarda sağalma gec olur və %80% hallarda təkrar yarana bilir. İkinci ortada gördüyümüz əməliyyatlar mini open əməliyyatlardır. Xəstələr bunu lazer əməliyyatı kimi tanıyırlar, amma bu lazer deyildir. Burada da açılış olur. Burada sağalma 6 aya qədər uzun sürür. Şəkər xəstələrinə, gecikmiş xəstələrə tövsiyə etmirik ki, yaranın sağalması gec olur. Üçüncü, ən müasir əməliyyat endoskopik və qapalı əməliyyatdır. Kiçik bir dəlikdən daxil oluruq. Necə daxil oluruq? Baxın, bu gördüyümüz alətdir. Biləkdən, xüsusi dəlikdən daxil oluruq və xəstə özünün öz əməliyyatını ekranda izləyir. Sanki bir filmə baxır, kinoya baxırmış kimi xəstə öz əməliyyatını izləyir. Bu əməliyyatlar necə olur? Narkozsuz olunur, regional anesteziya altında olunur, 15-20 dəqiqə ərzində olunur. Burada da görürsünüzmü, biləkdən daxil oluruq və siniri, damarı gözəl bir şəkildə azad edirik. Burada artıq sinirin zədələnmə ihtimalı şansı yoxdur. Amma bir önəmli məqam var ki, vaxtında müraciət edən xəstənin əməliyyatdan sonra uyuşması, keyləşməsi, sızıllaması tez gedə. Gecikdirən xəstədə isə nə baş verir? Eyni əməliyyat edirsən, məsələn, 2 qolunu, biri tez başlayıb, biri gec başlayıbsa, əgər uzun müddətli varsa, açılması vaxt aparır. Bir də karpal tunelin ən önəmli simptomu nədir? Bunlar gecə oyanmırlar. Sanki gecə 2-də, 3-də zəngli saat qoyublar, xəstə oyanır, başlayır qolunu sirkələməyə, yastığın altına qoyur, bir yerlər axtarır, müəyyən dövr altında uyuşma, keyləşmə, əlin yuxlama hissiyatı keçib getdikdən sonra xəstə yatır. O biləyin bükülmə səbəbi ilə ödəyim və s. ola bilməz? Yaranma səbəbi, gecə yaranma səbəbi nədən ibarət? Demək ki, gecə vaxtı prostaglandinlər dediyimiz iltihab hormonları bütün bədəndə artır. Bunu da Allah gözəl yaradıb ki, xəstə orqanlar adətən gecə öz sızıltısını verir, insan bilir. 2. Yatmışda yanlış pozisiyanın da önəmi var. Xəstələr və yanlış şəkildə əlini hər zaman belə qoyub yatırlar. Bu da bunu artıra bilirlər. Bəli, bu da çox önəmlidir. Sinir lifləri dediniz ki, keyinmə, uyuşma və s. əməliyyatdan sonra tez bərpa olur, amma əzələdə atrofiya varsa... Baxın, yox, sinir liflərinin, əgər təbii ki, bir sinirin 90% quruyub ölübsə, sən onu açırsan, o dəqiqə bərpa olmaz. Xəstə gəlir deyə, qonşumu eləmirsən, o dəqiqə sağaldı, filan kəs tez sağaldı. Bunu əməliyyat öncəsi deyirsiniz. Əməliyyat öncəsi vurğuluyor. Zaten EMG-yə baxanda görünür ki, sinir keçidi neçə faizi pozulub. Bəli, burada demiyelizasiya var, denervasiya deyilən bir şey var. Bir var akson zədələnsin, bir var miyelin qıyşası zədələnsin. Akson nə deməkdir? Sinirin ana kablosudur. Miyelin isə onun üstün pərdəsidir. Əgər üstün pərdəsi zədələnibsə, deməli bu 30%, 40%, 50% zədələnmə gəlib. Yox, aksonal zədələnibsə, tipik bilirik ki, bizim milliyyətimizdə, Azərbaycanlımızda sinirin 90% kökü zədələnib. Bunun təbii ki, bərpa olması vaxt aparır. Özünü də əvvəldən vurğuluyuruq. Və bu xəstələrdə, əldəki atrofiya da ən çox aksonal zədələnmə olan xəstələrdə olur ki, artıq o qədər bicani olub ki, xəstə fikir verməyib, ciddiyə almayıb deyə əzələ zəifləyib. Onun da təbii ki, bərpası aylarla, illərlə vaxt aparır. Yəni, məntiq yürütmək lazımdır. Sinir lifləri ayrı, motor lifləri ayrı. Bəli, vegetativ sinirləri ayrıdır. Məsələn, bəzən görsən xəstəni tutalım ki, əlində hissiyatı belə ölür. Xəstə gələcək, ədimi çaydana vurdum, əlim yandı. Doktor, karpal tunel sindromu ilə boyun yırtığını ayırt etmək də çətindir. Simptomlar da oxşar bənzər. Çünki o qədər nüansları sadaladınız ki, amma qarşınızda bir xəstə var. Ağrılar, xəstəliklər səbəbi ilə oxşardır. Diferensiyasiya etmək çox vacibdir. İndi deməli, baxın, bəli, indi burada məsələn, ən çox qol ağrıları verən 3 səbəbə mən toxunacağım. Birinci yerdə yaşlı qadınlarda ən çox bazı çiyin oynağıdır. Burada ağrının diferensiyasiyada önəmli məqam nədir? Xəstə gəlir, nə deyir? Ay oğlum, mən deyir, qolumu qaldıra bilmirəm. Suyumu götürüb içə bilmirəm, saçımı daraya bilmirəm. Bu xəstələrdə, məsələn, qolunu qaldır deyirsən, mən bir dənə göstərəcəm ayaq üstə. Ən tipik simptomlardan biri nədir? Məsələn, xəstə iki qolunu qaldır deyirsən,
Sağlam qolunu xəstə qaldırır, bu qolunu istəsə də qaldıra bilmir. Xəstə nə edir? Bədəninə əyərəkdən qaldırmağa çalışır. Onurğasının hesabına əyərəkdən qaldırır. Korpusla qaldırmağa Bəli, çalışır. xəstəni və yaxud da deyirsən qolunu apar, arxada tut, bu qolunu tam aparır, bu getmir, apara bilmir. Bu artıq bazı üçün oynağın problemini göstərir. Bu önəmli simptomdur. Bizim üçün zaten xəstənin çox uzağa getmirsən, oynaq ətrafı kapsulasına toxunduqda xəstə şiddətli ağrı verir, toxunma deyir. Boyun qırıcasında önəmli simptom nədir? Boyun qırıcasında xəstələr boyundan başlayaraq qoluna doğru gələn 1, 2, 3 barmağa gələn sinir ağrısının yolunu rahat bir şəkildə göstərir. Və burada ən önəmli simptom nədir? Xəstə qolunu rahat qaldırır və xəstə əlini başın arxasına aparanda rahat deyir. Zaten xəstə boyun qırıcası xəstədə qapıdan girəndə baxırsan ki, adam qolu başın arxasında gəlib. Niyə? Qolunu saldıran kimi simptomu arta bilir. Bu önəmli simptomdur. Karpal tünel nə edir? Qolunu da qaldırır, saldıra da bilir, hərəkət də eləyir. Karpal tünel gəlir, deyir ki, doktor, mən gecə yata bilmirəm, edə bilmirəm və artıq ilərləyən mərhəzə səhər tezdən duranda da əlim çətim işləyir, hissiyat azalır və xəstə sanki qələnlə cızırmış kimi gözəl bir şəkildə işarə eləyir ki, bax, mənim əlimin burası. Və burada önəmli məqam nədir? Ovuc içərisi uyuşur, bir də barmaqların bu hissəsi uyuşur. Amma ovucun arxası hissiyatı tamdır. Boyun qırıcasında isə uyuşma nə ilə gəlir? Xəstə deyir, məsələn, əlimin arxada, ovuc səthi iki tərəfi də uyuşur. Yəni, Allah Teala sinirləri o qədər gözəl, o qədər möhtəşəm yaradıb ki, hərəsinin öz trayektoriyası və gedişatı vardır. Və onlara uyğun da təbii ki, addım atılır. Bir də bizim bugünkü tibbdə müasir istifadə edilmiş ən önəmli məqamlardan biri nədən ibarətdir? Kök hüceyrə tədaviləridir, kök hüceyrə müalicələridir. Bu artıq son 1 il ərzində çox məşhurlaşan bir müayinə metodlarıdır. Kök hüceyrə metodunda biz nə edirik? Xəstənin bəzən boyun qırıcalarında, oynaq ağrılarında xəstədən kök hüceyrəni istifadə edərəkdən fayda görə bilirik. Kök hüceyrədə %30%, 50% hallarda ciddi bir parazit, defisit olmayan xəstələri bir qədər əməliyyatdan qaçıra bilər, müalicə edə bilir. Burada başqa bir şəklimiz də var, onu da göstərəcəyik. Burada önəmli şəkillərdən biri də budur ki, dirsəkdən qola gələn sinir ağrılarıdır. Biz buna ulnar tunel sindromu deyirik. Boyundan çıxan sinir bir neçə yerdə təliyə düşə bilir. Türklər buna tuzaq neuropatiyaları deyirlər. Xəstələr internetdə aparanda tuzaq sözünü tapırlar. Bunun birinci səbəbi nədir? Körpücük sümüyümüzün üstündə və yaxud da altında sıxıla bilir. Biz buna deyirik torakal outlet sindromu. Bu bir. İkincisi dirsək nahiyəsində sıxıla bilinir. Üçüncüsü biləkdə sıxıla bilinir. Biləyə dedik. Dirsək nahiyəsində sıxılanda nə baş verir? Dirsəkdən başlayaraqdan 4-cü, 5-ci barmağa gələn sinir uyuşur, keyləşir. Xəstə gəlir, nə deyir ki, doktor, mən qolumu bükəndə, yazı yazanda və yaxud da yastığın altına qolumu qoyub yatanda bu iki barmağım keyləşir, yuxlayır, uyuşur, simptomlar baş verir. Bunlarda ən böyük problem nədir? Peşə ilə əlaqədərdir, qolumuzu düzgün işləməməklə əlaqədərdir. Hipotiroidlərdə TSH hormonunun normadan aşağısı olması nəticəsi ödem yaranır. Bunda ola bilir, revmatizmada ola bilir, revmatoidin artritdə ola bilir. Səbəb nədir? Doktor, da diaqnozu qoydum da. Səbəb nədən ibarətdir? Siz danışdıqca müvəqqəti gəldi ağlıma, sonra TSH gəldi da, niyə gəlirəm ki? Deməli, olsa bir axı sonunda müalicə olunmalıdır. Sadəcə bu xəstələrdə ola bilər, diqqətli olsunlar. Burada nə baş verə bilir? Həmən oynaq şişir və siniri sıxır və həmin nahiyədə sıxdığına görə xəstədə uyuşma keyləşmələri başlayır. Əgər bu xəstələr erkən müddətdə müraciət edərlərsə, müalicələrlə sağala bilirlər. Gecikdirən mərhələdə isə biz nə edirik? Həmən bölgəni əməliyyat edirik. Yəni, karpal tunel sindromundan danışırıq, amma orada da diaqnostik səhvlər olur. Çoxdur. Nələr olur? Hiperdiaqnostikalar çoxdur, çatışmamazlıq çoxdur. Məsələn, hiperdiaqnostika odur ki, bəzən xəstə gedir, elektromiyoqrafiya elətdirir. Elektromiyografiyada xəstə gəlir ki, doktor, mənim qolumda ağır dərəcədə karpal tunel çıxıb, mənə əməliyyat edək. Xəstəyə baxırsan ki, karpal tunelə aid simptomlara uyğun gəlmirsə, o xəstəyə əl vurmaq, əməliyyat etmək olmaz. Və yaxud da bəzən bir xəstə gəlir ki, əl barmağım uyuşur, keyləşir, yata bilmirəm, əlim sızıldayır, göynədir, yandırır və yaxud da əlimi qaşımaqdan yorulmuşam. EMG eləmişim, EMG'm normal çıxıb, amma xəstəni müayinə edirsən, testləri var, o testləri yoxluyursansa, test pozitivdirsə, o xəstəni başqa bir mərkəzdə, güvənli bir mərkəzdə EMG-yə göndərirsən və o EMG-də də diaqnoz təsdiqlənirsə, əməliyyat olunur. Yox, əgər o mərkəzdə də EMG negativ çıxırsa, amma xəstənin simptomu davam edirsə, nə edirik? O xəstəyə diaqnostik blokad edirik. Biləyinə bir iynə vururuq və əgər o iynə vurmaqla simptomlar rahat deyirsə, deməli, bu diaqnoz təsdiqləndə o xəstə artıq əməliyyat oluna bilinir. Hər bir müayinə %100 spesifikdir deyə bir şey yoxdur. Hər bir müayinənin doyarlığı,
həssaslığı 90-95% civarındadır. Bunu da unutmayaq. Ağrı olmadan orada da atrofiyalaşma gedə bilərmi? Bəli, o təhlükəli bir xəstəlikdir. Ağrı olmadan atrofiyalaşma, yan amiotrof skleroz, BAS, ALS xəstəliyidir. Onu daşıyan xəstələr bilir ki, nə qədər ağır acınacaqlı xəstədir, o önəmli bir simptomdur. Onların özünə məxsus bir müalicə protokolları vardı. Onları biz nevropatoloqlara yönləndiririk. Bu uyuşmalar, keymələr, ağrılar hər birini karpal tunel sindromu diaqnozuna bağlamaq doğru deyil. İndi şurasındadır ki, məsələn, bu karpal tunelləri insanlar sistem verilişləri vasitəsilə görə maariflənirlər. %90% insan var ki, bir ömür boyu yaşayır, ölür, əli uyuşur. Amma niyə bu uyuşurdu bilmirlər. Baxın, xəstənin əli uyuşursa, avtomatik qohum-qonşu məsləhət verir. Şəkərdəndir, boynunda osteoxondroz var. 2 diaqnoz var. Baxın, dəfələrlə, yüzlərlə şəkər xəstəsi gəlib ki, yanımıza, əlim uyuşur, ay doktor, yəqin mən düzəlmərəm. Eməyə gedirsən ki, bunda sən demə diaqnoz yazdıqda karpal tuneli imiş, əməliyyat edirsən canı qutarır. Deyir, mən 10 il boş-boşuna yaşamışam ki. Və yaxud xəstə gəlir, boynunu emert edir, rentgen edir, müalicə edir, ara həkimlə gedir, tok edir, əli uyuşması düzəlmir. Axırda görürdük ki, məsələn, efirdə mən sizə gördüm, o karpal nə olan şeydir, araşdır görün məndə varmı? Araşdırırsan ki, çıxır, müalicə və ya əməliyyat edirsən, canı qutarmış olur o xəstələrin. Amma biz anatomik xüsusiyyətləri də unutmayaq, çünki bunlar simptomların şiddətinə də təsir göstərir. Bəli. Hər kəs individualdır, qonşu ilə mən eyni olmaya bilərəm. Əlbəttə. Yəni təəssüflər olsun ki, bugünkü üçün məsələn xəstənin birində bir resept yazsan fayda görür, bir də görürsən ki, qonşu gəlir ki, ay doktor, sənin deyə reseptini elədim, mən fayda görmədim. Mən səni görmüşəmmi, resept yazmışamı? Yox, qonşuma müalicə eləmişsən, fayda görmüşdü. Onun reseptini əmisi oğlu elədi, fayda gördü, bibisi oğlu fayda gördü, mən fayda görmədim. Yəni, hər xəstə fərdidir, individualdır, hərənin öz müalicə protokolu vardır. doktor, təkcə karpal tunelinin açılması bütün simptomları aradan qaldırmaya bilərmi? Qaldırmaya bilər. Həm boyun, həm Bəli, o xəstələri biz əvvəldən izah edirik. Məsələn, bir xəstə gəlir ki, puçet xəstə deyirik biz ona. Məsələn, double crash sindromu deyirik. Məsələn, double crash nədir? Biz, məsələn, Türkiyədən yeni bir konferansdan gəlir, orada da vurğulayırlar. Double crash o deməkdir ki, ikili sıxılma sindromu. Bəzi xəstənin boyun qırıcası da var, biləkdə də problem varsa, hansı ağrısı ona əməliyyat edirik, o birini müalicə edir və əvvəldə izah edirik ki, buna əməliyyat eləməklə sənin simptomun 70% yaşlaşacaq. Bax, 30% simptomun qalacaqdır. Bu da müalicə olunmalıdır. Öz müalicə üçün əməliyyatdan bir ay sonra bu xəstələri biz dəvət edirik yəni. Bəzən görürsən, çox nadir hallarda 3-ü də olur, 4-ü də olur, boynunda da problem olur, bazı çiyin oynağında da problem olur, biləyində də olur. Birini əməliyyat edirik, birini ola bilsin kök hüceyrə edirik, birini isə fizioterapiya edirik. Hərəsinin öz müalicə protokolu var. Doktor, icazənizlə mən bir daha xatırladım. Neyrocərrah professor Əli Osman Qədimbəli ilə görüşmək istəyənlər varsa, buyurun Medera Hospitala, Onurğa Cərrahiyyə Mərkəzinə müraciət eləyə bilərsiniz. Sığortalı xəstələrə əgər açıq əməliyyatlar olacaqsa, bunlar ödənişsiz. Əgər sığortada yoxdursa, yəni xidmət zərfinə daxil olmayan, qapalı yolla hər hansı bir əməliyyata tibbi göstəriş varsa, o zaman 30% endirimlə. Və xüsusilə də vurğulayım ki, həkim sənverilişinin adından gələn bütün xəstələrə, bütün əməliyyatlar 30% Sizin projəyə aiddir. Bax, bunu vurğulasınlar. Yalnız həkim sənverilişinin adından 30% istənilən əməliyyata güzəşt, endirim var. Və bir nahiyənin MRT-si, ikinci bir nahiyənin ödənişsiz MRT-sinə bu ay sonuna qədər orada da belə bir kampaniyaya start verilibdir. Varmı doktor sonda demək istədiyiniz? Təşəkkür edirik, minnətdarıq. Hər kəsə vaxtında müraciət etməsini arzu edirik ki, gecikdirməsinlər, əməliyyata düşməsinlər və yaxud da əməliyyatı da vaxtında eləmək önəmlidir. Təşəkkür edirəm, sağ olun. Bu endoskop vasitəsilə xəstəmizin əməliyyatını oyanıq şəkildə icra edirik. Xəstə də əməliyyatı özü ekrandan izləyə bilir. Allah şəfa versin, keçmiş olsun. Necəsiniz? Yaxşıyam, sağ olun həkim. Gürcüstandan Marinolu rayonundan gəlmişəm. 57 yaşım var. Qollarımda keymə, uyuşma, ağrılar. Parmaqlarım 4-ü də uyuşurdu çəçələ parmaqdan başqa. Əlimdə aynon saxlayamırdım, salırdım əlimdə. Yatdığım müddət bir 20 dəqiqə olurdu, 20 dəqiqədən bir qalxırdım, yatmaq yox idim. Əməliyyatdan qorxurdun? Qorxurdum həkim, sizi görəndən sonra ta elə bil inandım sizə. Niyə qorxurdun ki? Deyirdilər, nə müzədə olur, şikəst olursan, ona görə qorxurdum. Allah şəfa versin, keçmiş olsun, əməliyyatın artıq başa çatdı. Sağ olun, həkim, əllərinizə sağlıq. Sağ olun, var olun, keçmiş olsun. Var olun sizi, Xoşqədəm xanım da sağ olsun, o verilişə görə gördük, inandıq, gəldik sizə. Təşəkkür edirik, Allah şəfa versin, keçmiş olsun.